Investaz Investor şirkəti sizi salamlayır. Bugün Bakı vaxtı saat 16:30-da açıqlanacaq Amerikanın 2016-cı il üzrə yekun iqtisadi inkişaf səviyyəsi üzrə gözləntilər dolar forex bazarlarında aparıcı valyutaların nisbətən qiymətinin bahalaşmasına təsir edir. Belə ki, avronun dolara nisbətən məzənnəsi artı 1 dolar 0,7, funtun dolara nisbətən məzənnəsi 1 dolar 24 sent və türk lirəsi 3 lirə 67 quruşa kimi ucuzlaşıb. Əlvan metallar bazarlarında da qızılın 1 unsiya üzrə qiyməti 1247 dollara kimi dəyər itirib. Lakin bazar ertəsindən etibarən 1%-dən çox bahalaşan dolar indeksi üzrə qrafik təhlillər göstərir ki, qiymət qismən korreksiyaya da başlaya bilər. Amerikadan açıqlanacaq məlumatlarla bağlı ətraflı məlumatlar üçün isə investaz.az/analiz saytından da istifadə edə bilərsiniz. Investaz Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.